Çox qorxa-qorxa bu yeməyi yeyirəm əslində. Belə bir video çəkmə fikrim yox idi. Amma yeməyə məcburam. Yeməliyəm. Yaşamaq üçün yemək lazımdır. Bəs bu ətin içində deyirlər, xəstəlik var, bilmirəm nə xəstəlikləri. Siz nə edirsiniz? Yemirsiniz ət? Valla toyuq yeməkdən daha qaqqıldayacaq birazdan. Nə qədər toyuq yemək olar? Əti nə qədər dayandıraq? Sizcə yeməyə dəyər yoxsa bir müddət də gözləyək? Valla yiyəcəm acına ölürəm. Amma dadlı da pişirmişəm öz aramızda. Nə qaraq, bunu nə qədər gözləyək? Belə şey mi olar? Bunu ki batırmadım bunun suyuna. Neyse. Sizin yeyirsiniz əti, yoxsa siz də qadağ edirsiniz? Qızlar tanıyıram ki, deyir ki, bəs biz ət almırıq. Elə şey mi olar ha? Ətsiz nə vaxta qədər yola verə bilərsən? Bir müddət. Öldüm. Gəlin sizə çörək göstərim. Dün evə hansı çörəkdən almışam. Bu çörək Gədəbəy də pişir gəlir. İçi balatalı çörəkdir. İndi köhnələrin arvadları bildilər hansı çörək deyirəm. İçi balatalı çörəkdir. Yəni o drojla hazırlanmır. Bu arada birdən fikirləşərsiniz, deyirsiniz ki, bu yeməyin niyə bu qədər suyu var? Mən dolmalı sulu xoşlayıram. Onun suyuna, yağına belə çörək batırıram, varmı? Mən belə deyil. Xəbəriniz var bu yeməyi nə qədər qaynatmışam mən? Nədir? Qaynasın nəysə varsa ölsün. Çox şübhədə qala-qala yeyirəm özdən. Acından öldüm, ona görə belə yeyirəm, amma aklımda deli sorular. Aklımda deli sorular. Nə qaraq? Neyse, mən yeməyimi yiyeyim. Çörək bir dadlıdır, bir ləzzətlidir. Allah hamının qazanını qaynar, ruzisini bol eləsin. Hələlik qızdan mən yeməyimi yiyeyim. Belə baxa-baxa yiyəmirəm. Yeməyim soyur.